vaxtınız xeyir dostlar. Əgər sizin evinizdə printer varsa, bu printer hər hansı bir səbəbə görə çap eləmirsə yaxşı, baxmayaraq ki, içində rəngli kartric varsa, yəni dolu kartric. Amma çap eləmirsə, demək burada kartricdə belə bir xırda bir problemi var. Bunun da çözüm yolu var. Mən indi sizə onu başa salacağam. Deməli dostlar, burada görürsünüz ki, ekranda deməli kartriclərin statusunu göstərir. Bu rəngli göstərir artıq 3 kubikdir mi? Yəni rəngi var. Qara da göstərir ki, hər şey öz qaydasındadır, 1 kubik var. Yəni bunun içində, kartricin içində qara rəngin. Hələ də rəngi var. Amma hər hansı bir səbəbə görə çap eləmir. Yəni kağız boş vərəq çıxır, çap eləmir. İndi bunun çözüm yolu nədir? İndi sizə onu göstərəcəyəm. Deməli, qapağı açırsınız. Birinci kartrici çıxartmalısınız. Bu kartric gəlir, durur ortada. Qara kartrici buradan çıxardırsınız printerdən. Deməli, bu kartrici də görürsünüz də dostlar. Başıdır, qalovkasıdır. Görürsünüz, quruyub. Burada da elə bil ki, mikroçipidir də, elə bil ki. Deməli, nə etməlisiniz? İndi onu sizə göstərəcəm. Deməli, bir taryalka götürüb evdə. Ya balaca bir nəlbəki, amma içi dərin olsun. İçini krantdan su ilə doldurursunuz. Azca olsa doldurun, çox doldurmayın yəni. Deməli dostlar, bu mikroçip hissəsini yox, kartricin. Bu qalovka olan hissəsini. Baxın, görürsünüz, burada göstərirəm sizə. Bunu qoyursunuz suyun içinə. Baş hissəsini. Baxın, mən elədiyim kimi eləyirsiniz. Qoyursunuz suyun içinə. Bu suyun içində minimum 1 dəqiqə saxlayın. 1 dəqiqə saxlayandan sonra kartrici suyun içindən çıxardın. Çıxardandan sonra narahat olmayın, xarab olmayacaq yəni. Burada artıq gördünüz, biraz nəmləndi kartricin qalovkası, başı. İndi test eləyəcəyik kağızda. Demək, bir salfetka götürürsünüz, belə bir salfetka, 2 yerə pükürsünüz. Yəni, masa salfetkası. Və bu kartricin baş hissəsini, gördüyünüz kimi baş hissəsini, bu hissəsini yox. Buradan qoyursunuz, elə bil ki, buradan qoyursunuz. Deməli, buradan test eləyirsiniz. Deməli, belə eləmək olar, rahat olsun sizə. Buradan basırsınız, test eləyirsiniz, elə bil ki. Görürsünüz, rəng çıxır. Baxın, rəng çıxır. Belə gedirsiniz siz aşağıya kimi. Gedə-gedə, əgər rəng çıxırsa, baxın. Deməli, kartric artıq su, kartricin başındakı qalovkasındakı rəngi, qurumuş rəngi artıq islatdı, yəni. Və nəmişli əmələ gəldi. Artıq kartric öz yerinə qayıtdı, yəni işlək vəziyyətinə qayıtdı. Baxın. Bu da nədən baş verir? Qurudan, yəni ki, çox vaxtı kartric istifadə olunmayanda printerin içində, hava isti olanda artıq quruyur. Ona görə siz narahat olmayın. Yəni kartric xarab deyil, kartrici işlək vəziyyətə salmaq olar. İndi test eləyək, təzədən mən printerin içinə taxacağam kartrici. Siz belə bil ki, bu kartrici, mənim əlimdə telefon var indi. Mən eləyə bilmirəm, gərək salfetkanı yuxarıdan tutum. Kartrici yuxarıdan aşağı kimi belə sürsə gedin, görəcəksiniz ki, rəng tamamilə bura kimi çıxır. Deməli, öz qaydasındadır kartric. İndi gedək taxaq printerin içinə. Dostlar, gətirdim, indi printerin içinə taxıram kartrici. Bir də çalışın, deməli, sudan çıxardandan sonra salfetkanın üstündə rəngi çıxandan sonra yenə də biraz yüngülvari üstünü silin ki, çox nəmlik qalmasın da, yəni su qalmasın başının üstündə. Təzədən qapağı bağladım, indi test eləyək. Test eləyirik, deməli, bir dənə kağız çıxardaq, görək. Baxın, indi çap eləyirəm. Baxın, görürdünüz dostlar. Məndə çap eləmirdi, ağ vərəq çıxırdı. İndi çap elədi. Normal, əməlli başlı rəng çıxdı. Hər şey öz qaydasında. Yəni ki, siz görsəz ki, sizin kartriciniz hər hansı bir səbəbə görə işləmirsə, yəni rəng çıxartmırsa, amma status göstərir ki, rəngi var. Yəni ekranda statusda göstərir ki, rəngi var, amma çap eləmirsə, rəng çıxmırsa kağıza, deməli, kartricin başı, yəni qalovkası quruyub. O ilə də su ilə çözüm yoludur bu.
Mən sizə hamısını başa saldım. Mən dediyim kimi eləyin. Bu gözəl bir çözüm yoludur. Təşəkkür edirəm videolara baxdığınıza görə. Çalışın kanalıma abunə olun. Videoları izləmək üçün yeni videoları zil düyməsini açmağı unutmayın. Təşəkkür edirəm, sağ olun.